Çində növbə mədəniyyəti. Maşınların ucuz ya bahalı olmasından asılı olmayaraq, qızıl qayda ilə yolda tıxac yaratmadan irəliləyirlər. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Səhər-səhər işə gedirəm. Yol tıxacdır. Qarşıdakı avtomobillə ara məsafəsi saxlayan kimi bir sınıq salxaq maşının, sınıq salxaq təfəkkürlü sürücüsü maşının burnunu tez o ara məsafəsinə soxur. Məni də gecişdirir, özü də gecişir, öz arxasında gələn avtomobilləri də gecişdirir. Bax, tıxacların ən böyük yaranma səbəblərindən biri də budur. 3 saniyə, 6 saniyə, 6, 15 saniyə, saniyələr, dəqiqələr saatlara çevrilir və tıxac yaranır. Hələ o Dərnəcül yolu istiqamətində 20 yanvara gedən ərazidə kənar yolun sağında Sokar yanacaq doldurma məntəqəsi açılıb. Sürücülərin bəziləri güya o yanacaq doldurma məntəqəsinə girirlər, amma yanacaq vurmurlar. O biri tərəfdən qabağa düşsünlər deyə basıb keçib qarşıdakı çıxışdan yenidən yola girib tıxaca səbəb olurlar. Özləri də gecişir tıxacda, bizləri də tıxacda saxlayırlar, demək olar əhalini də. Bəzən bu tıxaca səbəb olmaların ən böyük günahı elə bu yol əxlaqsızlığı olan bəzi sürücülərdir.